Allah Taala sənə söz demək qabiliyyəti veribsə, bu sözlə yaxşı güldən yaz, bülbüldən yaz, başa düşdüyün nöğətdən yaz, pambıqdan yaz, bir Allahdan da yaz, bir Əhl-i Beytdən də yaz. Böyük şairlərin yazdığı əsərlərdə bəzən müşahidə eləyirik ki, sanki din tənqid olunur. Zöhd pislənilmir, zahid pislənir. Cəmaət elə bilib ki, zöhd dünyadan qırılmaqdır. Xeyr, zöhd dünyaya bağlantıdan qırılmaqdır. Bəzən görürsən ki, ədəbiyyat müəllimləri öz tələbələrinə dərs keçərkən bunu elə təqdim eləyirlər ki, bu əsəri elə təqdim eləyirlər ki, Seyid Əzim dinə qarşı idi, görürsünüz, o dini tənqid eləyirdi, o dövrdə yaşayan alimləri tənqid eləyirdi. Dünya yaranıb ki, istifadə eləyəsən. Dünya yaranmayıb ki, onu dörd əllə qucaqlayasan. Böyük klassiklər dini tənqid eləyib. Əslində elə xurafatı, əgər xurafatdırsa həqiqətən onu bizə tənqid eləyirik də. Peyğəmbərimizdən qeybətə qədər, İmamın qeybinə qədər, hələ bil ki, o 250 neçə ilə bir adam yaşayıb elə bil. O dövrdə olsaydı belə eləyərdi, bu dövrdə olsaydı belə eləyərdi. Deyir, bir gözəl silsiləyə eşqinə düşdüm nagah. İndi bildim səbəbi xilqəti Adəm neymiş. 7 əcəl zövq-i ruh-i dilda yetməzmi? Arzu-i misər sevda-i zülfeyya yetməzmi? Yetirdi başi gərdun əyara bağlı. Salam əziz və dəyərli izləyicilərimiz. Bəyan verilişinin növbəti buraxılışında xoş gördük sizləri. Şərq xalqlarının mədəniyyətinin İslam dini və onun müqəddəs kitabı Quran-ı Kərimlə sıx bağlılığı olduğuna görə dini mövzuların həmin xalqların ədəbiyyatına da təsir etdiyini biz zaman-zaman müşahidə edib və görmüşük. Böyük klassik şairlərimizin öz əsərlərində bu mövzulara toxunmağı heç də təsadüfi deyildi. Biz də bugünkü verilişimizdə böyük şairlərimizin qələmə aldığı dini mövzulardan danışacağıq. Əlbəttə ki, dəyərli qonağımızın iştirakı ilə. Yeri gəlmişkən qonağımızı sizə təqdim etmək istəyirəm. Həm dəyərli ilahiyyatçı alim, həm də gözəl qələm sahibi Hacı Axund Azər. Hacı, xoş gəlmisiniz verilişimizə. Sağ olun, Allah razı olsun. Çox sağ olun, Allah sizdən də razı olsun ki, bizim təşrifimizi qəbul eləmisiniz. Var olasınız. Siz sağ olun. Hacı, biz böyük klassik şairlərimizin dini mövzulara, ilahiyyat mövzularına toxunduğunu demək olar ki, bütün dövrdə, o indi 12-ci əsrdən bu yana yaşayan bütün şairlərin demək olar ki, əsərlərində müşahidə edə bilirik, görə bilirik. Ancaq burada bir incə məqam da var ki, istəyirəm birinci ondan danışaq. Ondan sonra dəyərlərin, ali dəyərlərin təbliğ olunduğu mövzulara keçid eləyərik. O da bundan ibarətdir ki, əslində bu neçə vaxt məni narahat eləyən bir mövzu idi. Elə yaxşı fürsət oldu ki, həm də sizin kimi bir dəyərli insanla bu mövzunu açmaq, o barədə danışmaq nəsib oldu. Demək, bu mövzu bundan ibarətdir ki, biz müəyyən əsərlərdə, böyük şairlərin yazdığı əsərlərdə bəzən müşahidə eləyirik ki, sanki din tənqid olunur. Məsələn, Seyid Əzimin Qafqaz müsəlmanlarına xitab əsəri var. Məsələn deyirəm də. Tutaq ki, başqa əsərlər də ola bilər, müxtəlif şairlərin başqa əsərləri də ola bilər. Orada görürük ki, sanki din tənqid olunur. Və bu, bəzən, hətta ona ən çox təəssüf elədiyim məqamda odur ki, bəzən görürsən ki, ədəbiyyat müəllimləri öz tələbələrinə dərs keçərkən bunu elə təqdim eləyirlər ki, bu əsəri elə təqdim eləyirlər ki, Seyid Əzim dinə qarşı idi, görürsünüz, o dini, belə deyək, tənqid eləyirdi, o dövrdə yaşayan alimləri tənqid eləyirdi və bu cür təqdim eləyirlər. Sizcə bu nə dərəcədə doğrudur? Əvvəla təşəkkür edirəm dəvətiniz üçün. Əgər danışsaq, tənqid olub o söz deyən
dövrlərdə, məsəl üçün, o Seyid Əzimin vaxtında. Ola bilər Sovet vaxtında bu cür təqdim olunsun ki, Füzulimi ya Seyid Əzimi ateist bir ruhlu bir şair kimi. Bu da absurd bir şeydir, mümkün deyil də. El arasında belə bir dənə məsəl var, deyir ki, cida nizə deyərlər də. Cidanı çuvalda gizləmək olmaz. Necə bükəcəksən bunu, bu bükülən şeydir. Bu cidadır, bu nizədir. Çuvala o şeyi qoyarlar ki, bükülsün. Hətta biz bu haqda, o vaxtı rəhmətli Əzmailin vaxtında, Sələmdar Gillə, o vaxt belə bir söhbət olmuşdu. Demişdilər ki, o ədiblər ki, o yazarlar ki, Füzulini ortalığa çıxartmaq istəyiblər. Hələ ateist bəhanəsi ilə Füzuli itib batmasın, qoy cəmaat oxusun onu. Azında qoyurlar ki, hə, bu dini tənqid eləyir. Könül səccadəyə basma ayaq, təsbihə əl vurma. Məsəl üçün bu qəzəli ilə. Və yaxud Seyid Əzimin bir qəzəli var. Yetsəydi fəda canımı cananə edərdim. Doğri ruxuna könlümü pərvanə edərdim. Ey zahidi bi zövqü o məscid ki sənin var, olsaydı mənim mən onu meyxanə edərdim. Mənbər əvəzi orada qoyardım xümü bağda, vəqf ol xüm üçün bir neçə peymanə edərdim. Və s. və s. Bu cür qəzəllərdən istifadə eləyib, bu şairləri dinin əleyhinə yazan şairlər kimi təqdim edirdilər. Amma sonra zaman keçdikcə o Sovetin daha kəskin o qılıncı biraz kütləşdikcə dinə qarşı yox, dinlə qarşının arasına bir dənə xurafatı da saldılar. Dini xurafata qarşı. Hə, bu dediyim qəzəllər o deyil, ha. Dini xurafata qarşı olan şeirlər, satiralar Seyid Əzimdə də olub, Sabirdə də olub. Amma Füzulinin o qəzəli və yaxud Seyid Əzimin bu qəzəli xurafatı qarşıdır. Bu tamam başqa bir mövzudur, bir irfani bir mövzudur o nöqteyi nəzərdən. Ona da toxunarıq. Toxunaraq deyəndə bir kəlmə ilə deyərik. Çünki başqa verilişlərimizdə biz bu haqda geniş mənbədən danışmışıq ki, zahid niyə pislənilir? Zöhd pislənilmir, zahid pislənilir. Çünki zöhd elə bir mövzudur ki, çox məzlum bir mövzudur. Niyə? Zöhd dünyadan qırılmaqdır. Təhrif olub, cəmaat elə bilib ki, zöhd dünyadan qırılmaqdır. Xeyr, zöhd dünyaya bağlantıdan qırılmaqdır. Dünya oyuncaqdır deyiləndə, dünyaya uymayın deyiləndə, mən dünyanı təhqir etdim əleyhissalam deyəndə, dünya və dünyada olanlardan getmir. Dünya və dünyada olanları Allah tərifləyir. Bəli. Günəşi tərifləyir, suyu tərifləyir, torpağı, havanı, hər şey. Dağıyla danışır, əncir zeytundan danışır, banandan danışır, nardan danışır və s. və s. Daş, torpaq, bu dünyada nə görürsən, hərənin özünün bir müqəddəsliyi var. Onların hər biri Allahı zikr eləyir. Bunu necə pisləyə bilərsən? Pislənilən nədir? Ona olan bağlantı. Onlar var su misalında ki, gəmiyələyən o sudur. Gəminin ətrafında olsa, əla. Gəmi hərəkət eləmək üçündür. Amma yox, girsə gəminin içinə, gəmini qərq eləyəcək. Burada incə bir mətləb var da, dünya pərəst olmaq və ya dünya pərəst olmamaq. Pərəstişkarlıqdan gedir burada. Dünyaya bel bağlamaqdan, dünyaya bağlanmaqdan gedir söhbət. Dünyanın özündən getmir ki. Dünya hacan sənə deyib ki, mən əbədiyəm, mən sənə vəfalıyam, böyle bir şey yoxdur.
Dünya yaranıb ki, istifadə eləyəsən. Dünya yaranmayıb ki, onu 450 qucaqlayasan. Deyir, dünyaya yapışmaq üçün ayaqlar dəl olmuş. İlqar Fəhminin beyti düşdüyə yadıma. Deyir, dünyaya yapışmaq üçün ayaqlar dəl olmuş. İmanı atıb qaçmağa əllər də ayaqdır. İndi vəziyyət belənsinədir. Zöhd ona görə tənqid olunur, zöhd yox, zahid ona görə tənqid olunur ki, zöhdü təhrif eləyib, düzgün təqdim eləməyib. O da aşiqlərin nəzərində. Gərək aşiq olasan, o eşqi görəsən ki, sonra zöhdün çatışmayan, zahidin çatışmayan cəhətlərini görə biləsən. Bəzi məsələlər var ki, heç sən aşiq döyürsən, hələ zöhddən başlamalısan. Bənziyir, mən həmişə bir dənə misal getirmişəm. Yəni, bu məktəbdə ki, pillə-pillə qalxırsan, 1-ci sinifdən 10-a qədər, məsələn, 10-cu sinifin adamı gəlib ibtidai sinif uşağı ilə oturub ya elm bəhs eləsin, ya özü ona bu elm sahəsindən gedir ha söhbət ki, həm söhbət bilsin, bu gülünc məsələdir. Ona görə aşiq oturub yuxarı məqamda və cəmaata demir. Bir var desəydi şey cəmaat falan, yox. Könül öz-özünə deyir ki, qalxmısan yuxarıya, sən aşağıya düşmək ixtiyarın yoxdur. Çünki bu yolda rüşd var, yuxarı qalxmaq var. Rüşd eləmək, yuxarı qalxmaq. Yuxarı qalxmaqda aşağı düşmək, hələ bir ki, aşağı düşdün, əleyhissalam deyir, dünənindən bugünün bərabər olsa belə ziyan içərisindəsən. O ki, qaldı aşağı düşəsən. Bu düzgün deyil. Ona görə öz könlünə müraciət edirdi. Könül səccadıya basma, ayaq təsbih əl vurma. Seyyid Əzim Zahidə deyir ki, o mənim olsaydı, mən onu meyxanə yəni məna aləmi ya. Bizim başa düşdüyümüz o yeri yox, içki içilən yer yox. İrfan ədəbiyyatında meyxana məna aləmindən gedir söhbət. Biz bu haqda səhv eləmirəmsə qeyd eləmişdim. Mey istəkanı ne üçün yaradırlar? İçində maye olsun. Bu dünya istəkan misalındadır, bütün varlıqlar. Məna, meysə onun mənası, hələ bir ki, o 14 nəfərin dünya onların sayəsində yarandı. O da nə deməkdir? Yəni ki, məktəbi tikirsən ki, alim yetişdirsin. Əslində Seyyid Əzim, üzr istəyirəm, zahid deyəndə bilirdi nə deyirdi, digər böyük klassiklər zahid deyəndə bilirdilər nə. Amma bəzən görürsən ki, indi rast gəlirik, siz əslində gözəl bir mövzuya toxundunuz. Baxırsan ki, bir gənc şairdir, 17, 18, bəzən 16 yaşı var. Suriyə bu zahid heç bilmir ki, zahid kimdir, nədir? Həqiqətən qıradan baxanda görürsən ki, necə ağzına gələn adamın adı zahiddir deyə bu cür istifadə eləyir falan. Hə, əlbəttə ki, yəni deyəndə də gərək, sözü deyəndə gərək, zahid üçün nə deyir şey? Sabir sübut eləyə, aç dilivi, yum gözüvi, zahida, vir doxu heç anlama mənasını. Guşe-i xəlvətdə oturma kişi, bilmə haqın guşədə məvasını. Qasdın əgər yarısə gəl göstərim, varsa gözün eylə tamaşasını, qeysə əbəs vurma cünun namını, görməyərək surət-i leylasını və yaxud zahida gəl çaraq bir kərə paltarımızı. Zahida gəl soyunaq bir kərə paltarımızı, çaraq zahirə batindəki əfkarımızı, pişgâh-i nəzəri xəlqə tutaq varımızı. Bəlkə onlar görə təhqiq eləyə karımızı. Hər kimin ağı qarayı isə utansın balam. Bəlkə illərcə yatanlar qoy oyansın balam. Yəni, gəl işlərimizi qoyaq ortalığa. Həsən boş-boşuna zahidi pisləyirsən, sən nə işi qoyacaqsan ortalığa? O özünə arxayındır deyir ki, gəl eşqə gəl. Füzuli demir ki, ya, məhəbbət ləzzətindən bixəbərdir zahidi qafil. Demir ha, məhəbbətin ləzzətindən xəbəri yoxdur. Yox, məhəbbətin ləzzəti zahidi neyniyib, qafil eləyib. Məhəbbət ləzzətindən bixəbərdir. Məhəbbətin ləzzəti ilə məşğul olduğuna görə zahid qafil olub. Gəl eşq aləminə, eşq başqadır, məhəbbət başqadır. Ləzzət başqadır, zövq başqadır.
Bütün bunların hamısı göstərir ki, dərəcə qalxdıqca yuxarı dərəcənin adamı, o da təkəbbürdən deyil. Əhli əleyhissalam məgər təkəbbür eləyirdi ki, soruşun məndən, Quran əhlinə Qurandan, İncil əhlinə İncildən, Tovrət əhlinə Tovrətdən deyim. O təkəbbür deyil, ünvan göstərir, düzgün ünvan göstərir. Onda bütün imamlar belə çıxır ki, təkəbbürlü olublar da. Xeyr, bu iş belə işdir ki, burada, bu məsələdə düzgün ünvanı göstərməlisən. Eşqüdür hər nə varsa aləmdə. Elmi bir qeyli qalimiş ancaq. Elm bənzəyir bir dənə nərdivana, nərdivandan məqsəd yuxarı qalxmaqdır. İrfanda da biz dedik ki, yuxarı qalxanın aşağıda işi yoxdur. Aşağı düşə bilməz. Düzgün deyil aşağı düşmək. Kəmal Səccadəyə basma ayaq, təsbihə əl vurma. Bəli, bizim. Nə başmaqardım, istir belə, istir hələ bütün ariflər deyirlər ki, məsəl üçün tezə-tezə bu işə qalxanda deyir ki, mən məsciddən uzaqlaşdım. Məsciddən mən zinhara gəldim. Məsciddən qaçdım, meyxanəyə tərəf getdim. Amma tam yetişəndən sonra əsl o arif üçün fərq eləmir. Həqiqət əhli olandan sonra, eşq aləminə düşəndən sonra onun məscidlə meyxananın fərqi yoxdur. Tezə-tezə qalxanda məscidlə meyxanədə fərq qoyurlar. Füzuli deyir ki, məsəl üçün, fərqi qılmışsan Füzuli, məscidi meyxanədən. Fərq eləmişsən. Səhvmiş ol kimsəni, biz əhli irfan bilmişiz. Biz sənə arif bilirdik, sənin üçün fərq var. Nəsimi deyir, əhli haqq fərq etmədiyi məscidləri meyxanədən. Həqiqət əhli üçün artıq budur. Amma bu yolu ki, hələ gedir, hələ başlayır zahidlə vuruşmağa. Zöhdlə yox, zahidlə. Ki, sən təhrif eləyirsən. Sən əgər haqq yolunun yolçusansa, zöhdə ilişib qalmamısan. Zöhd şəriət yoludur. Peyğəmbərimiz gətirməyib dini ki, sən ancaq şəriət işi ilə məşğul olasan. Səni gətirib ki, orada o pelekan kimi ondan istifadə edib yuxarı qalxasan. Bəli. Şəriət qalır öz yerində. Plekan-plekanlığında qalır. Hələ bir ki, ibtidai sinif qalır öz yerində. Kim deyir ki, əlifba pisdir? Elm öyrənən əlifbadan başlamalıdır. Amma bir ömür əlifbada qalmaq nədir? Məcnunla Leylinin söhbətində ki, İbn Salam rəhmətə gedir, Leylinin iddəsi çıxır, gəlir, səhrada Məcnunla görüşəndə deyir ki, mənə görə dəli olmamısan, gəl qovşaq da, mən camı tutum əlimə ki, al, sən durmayasan ayağa filhal. Məcnunun cavabı həmən bu məsələdir. Deyir, əvvəl bu işi qılanda bünyad, mən tiflidimi zamanə ustad, etmişdi məni sənə müqəyyəd, bağlamışdı, güya oxudurdu dərsi əbcəd, şimdi bulubam kəmal hasil, əbcəd səbəqin oxurmu kamil? Tezdən mən qaydım əlifbaya mən qalxmalıyam axı yuxarı. Bura mənlidir. Artıq daha da inkişaf eləyəndən sonra, yuxarıya qalxandan sonra, o adamı tənqid eləyir ki, zahidi tənqid eləyəni. Meyxanəni məsciddən üstün bilən ki, var, şəriətdən qalxmışdı ya, o təriqəti ya. Oraya gəlib çıxanın özünü tənqid eləyir ki, fərq qılmışsan Füzuli məscidi meyxanadan. Sən hələ bilirsən ki, ya, meyxana məsciddən üstündür. Əslində heç bir fərqi yoxdur. O həqiqət əhli üçündür artıq. O seyr-i sülük var, əvvəl xəlqdən həqqa seyirdi. Sonra həqlə bir yerdə həqqa seyirdi. Sonra həqdən xəlqa seyirdi, salət daşıyırsan. Sonra imamətdir ki, həqlə xəlqin arasında. Artıq o sonuncu məqamda əhli həq fərq etmədiyi məscidləri meyxanədən. Hər yer mənim üçün, hələ mən hara düşdüm, oranı başlayıram. Əvvəl pak, adi bir şəriətdən götür də. Məsələn, bu taxta pakdır. Vəssalam ələ, bu pakdır vəssalam. Amma su isə həm pakdır, həm də pak edicidir. Artıq orada axırıncıdan ki, aşağı gəlirsən, haqqı götürüb gəlirsən xalqın arasında. Necə İmam Peyğəmbər üçün nə deyirlər? Deyir, onlar gəzən həkimdirlər, təbibdirlər. Gəzə-gəzə, danışa-danışa müalicə edir.
Bəli. Azı siz bayaqları çox doğru qeyd elədiniz ki, əvvəl deyirdilər ki, böyük klassiklər dini tənqid eləyib. Sonra bir dönəm gəldi dedilər ki, Dini xurafat, dini dəyişdilər xurafatı söhbəti. tənqid Bəli. eləyir. Əslində elə xurafatı, əgər xurafatdırsa həqiqətən onu biz də tənqid eləyirik də. Əlbəttə. Amma bunlar maraqlıdır ki, bunu əllərində belə deyək də, Bayraq tutub, dini bayraq qurmaq tutub, öz bəlkə də içlərində olan o ikrah hissini Burada bir dənə bu incə məsələ əsərlərlə var. Qoy onu da göstərir. deyim sənə. Əgər sən gərək əhli fənn olasan, əhli nəzər olasan ki, onların arasındakı fərqi biləsən ki, əslində bu xurafatdır yoxsa yox. Hər bir xurafatın mütləq əvvəli bir pak olub. Sonradan ona təhrif olub, dəyişib olub xurafat. Elədir. Bu cür olur da hər şey. Bütün dinlər bu cür dəyişdi də. Kökündə bir təmiz bir şey var. Buna həmişə bizim ustadımız Allah rəhmət etsin Ələmdar Mahir bu cür misal getirirdi ki, o dağlardan ki o şəlalə axıra, bu təmizdir. Axdıqca gəlir dağdan nəsə bir şey, bir çöp götürür, oradan gəlir dağın ətəyinə, orada bir heyvan ölüsü düşür, gəlir düşür kənddə paltar yuyurlar, biraz da çiklənə gəlir, amma bunun əvvəli pak idi. Təmiz gəlmişdi. O təsəvvüflə irfanın da fərqi budur ya. İrfan budur, təsəvvüf artıq ona təhrif olmuş formasıdır onun təsəvvüf. Hətta bunu Füzuliyə də böhtan atırlar ki, bu da təsəvvüfdən deyib filan, bu başqa bir mövzudur, bir gün o haqda da danışarıq. Amma bütün bu ariflərin dedikləri, klassik ədəbiyyatımızda bizim ariflərimizin dedikləri o sözlər ki var, o terminlər ki var. O terminin alt mənasını insan yerə bilməlidir. Bilməlidir ki, burada məsəl üçün vəfasız deyəndə nə nəzərdə tutur. Əgər bunun danışdığı hansısa bir müqəddəsliksə, niyə ona vəfasız deyir? Onun üçün mütləq gərək bilsən harda olasan, biləsən ki, onun oturduğu mövqe, tutduğu mövqe hansı mövqedir? Bəzən hələ olur ki, şəriətdən qalxır təriqətə, bu anəlhaqdır deyə bilər. Məsələn, zahidi pisliyə edə bilər, meyxanəni tərifliyə edə bilər. Amma sonra qalxandan sonra onu deməyəcək. Görürsən, bu söhbətlə o söhbət düz gəlməyə də bilər. Füzuli deyir ki, məsələn, pərişan xalq avlamağı əfxan etdiyimdəndir. Pərişan olmağım xalqı pərişan etdiyimdəndir. Cəmaat ona görə pərişandır ki, mən afəryad edirəm. Mən ona görə pərişanam ki, cəmaatı pərişan eləmişəm, narahat eləmişəm. Amma sonra böyüyəndən sonra o biri şeirlərində məsələn yazır ki, ey müsəvvir yarı timsalıyla surət vermədin. Orada deyir ki, ey Füzuli, öldün, əfxan etmədin, rəhmət sənə. Ahı əfxanın ilə xalqa əziyyət vermədin. Bəzi yerlərdə vəfasız deyə bilər sevdiyi hansısa bir varlığa. Amma o demək deyil, o hələ həqiqətən vəfasızdır. Sonra onu düzəldib deyə bilər ki, əlbəttə, onda vəfa nə gəzir? Vəfa balaca sifətdir onun üçün. O siddiqdir, o sadiqdir. Sidq vəfadan da üstündür axı. Sədaqət. Gərdərsə Füzuli ki, gözəllərdə vəfa var, aldanma ki, şair sözü əlbəttə yalandır. Sidq başqa şeydir, vəfa başqa şey. Vəfasız sən kiməsə deyə bilərsən vəfasız. Elə bilərsən, sənin nəzərində o vəfasızdır. Sən ondan qışda morojne istəyirsən, o sənə vermir, sən ona vəfasız deyə bilərsən. Amma yuxarı qalxandan sonra başa düşəcəksən ki, o Leyli Məcnunda deyir, hikmətdə vəfadır etdiyim cövr. Çərxi fələk Füzuliyə cavab verir ki, mən öz rəyim ilə eyləmirəm dövr. Hikmətdə vəfadır etdiyim cövr. Əziyyət də versəm sənə, onun içərisində bir vəfa var əslində. Sən mənə vəfasız deyə bilərsən. Gözəllərdə vəfa, gözəllər sözü ki var, ümumiyyətlə irfan ədəbiyyatında, 14 məsuma işarədir bu, bir mənalı olaraq. Xublər də deyərlər, gözəllər də deyərlər. Hələ bir ki, bir gözəl silsiləyi eşqinə düşdüm nagah.
Silsilə-i eşq. Axı bu dünyəvi olsa silsilə-i eşq nədir? Belə söz deyər Füzuli. Bir gözəl silsilə-i eşqinə düşdüm nagah. İstər 124 nür peyğəmbər, istər 14 məsum. Amma onlar hamısı əslində bir gözəldir ya. Hələ bir ki, peyğəmbərimizdən bu günə qədər, qeybətə qədər, imamın qeybinə qədər, hələ bir ki, o 250 neçə ili, bir dənə adam yaşayıb elə bil. O dövrdə olsaydı belə eləyərdi, bu dövrdə olsaydı belə eləyərdi. Bir adamın ömrü. Deyir, bir gözəl silsiləyə eşqinə düşdüm nagah. İndi bildim səbəbi, xilqəti Adəm neymiş. Adəmdən üzü bu yana. Və yaxud da ki, Sabir Həzrət Peyğəmbərin meyracı üçün yazır da, deyir, Xösrəv-i Hüsnün əzizim, sən imişsən tacı. Peyğəmbərə yazır. Meyrac üçün deyəndə ki, Peyğəmbər üçün yazır. Deyir ki, Xösrəv-i Hüsnün gözəlliyin padşahlığı. Elə də padşahın da tacı olmalıdır da. Deyir, Xösrəv-i Hüsnün əzizim, sən imişsən tacı. Xublər, yaxşıların hamısı ya, xublər cümlə sənin dərgahının möhtacı. Hamı istəyib ki, Peyğəmbər qalxan məqama qalxsın. Və hər adama da o qismət olmayıb. Bir dənə Əli əleyhissalamdır ki, ənfusana, ənfusəkum. Yəni, indi keçməyək o tərəfə ki, sonra o deyir, anası ölmüşlər, onu da bir söz eləyərlər. O mövzudan uzaqlaşmayaq. Məsələ budur ki, çox maraqlı mövzu budur ki, bizim Azərbaycanımızın gəl başlayaq dahilərindən Xaqanisi, Nizamisi, elədir, Füzulisi, Xətaisi, Nəsimisi filan. Bunların arasında bir Allahsızı var. Yoxdur. Bunların bütün əsərlərinə baxırsan, qardeş. Bütün əsərləri başlayır nə ilə? Allahı tərif, Tohiddən, Peyğəmbəri tərif, kitabın yazılmağının səbəbi bağlayır məada yeri gələndə. Peyğəmbərin meyracından yazırlar, öz əqidələrini ortalığa qoyurlar. Həm də bir adət-ənənə kimi əsərlərdə o cür başlayırdılar. Ta ki, gəldi bu şeylər harada dağıldı? Sovetin vaxtında dağıldı. Mən bir dənə incə bir mətləbi sizə deyim, çox maraqlıdır. Sovet vaxtı ancaq çıxdı da məcbur olaraq yazarlar, ədiblər ki, ateist ruhlu nəsə yazsınlar. O vaxta qədər xalqın içində olan, xalqın ürəyində olan, qəlbində olan Allaha, Əhl-i-Beytə məhəbbətdən başqa heç yox idi. Sovet ideologiyası gəldi, məcbur elədi bəzi şairləri neydən? Partiyadan yazgınən məsəl üçün. Allah rəhmət olsun, Səməd Vurğun yəni şair kimi çox gözəl şairdir. Nəhəng şairdir, heca vəzində. Və o bütün şeirlərində bir partiyası vardı onun da. El bilir ki, sən mənsən, o cür gözəl şeir, orada da bir dənə partiyanı salıb da, ya partiyanın eşqi ilə sən neyniyəcəksən hər bir zaman Azərbaycan var da bu şey. Amma Səməd Vurğun Vaqif əsəri yazır. Vaqif əsəri yazır. Özü də Sovetin necə vaxtı da, Razqar vaxtında. Sən təsəvvür elə ki, Vaqif əsəri yazır, Nizami kimi, Füzuli kimi, necə? Onlar nə ilə başlayırdı əsəri? Münacatla. Vaqif əsəri başlayır, Vaqif dramı var ha? Vaqif əsəri başlayır münacatla. Çox qəribə. Hətta biz o zaman vaxtı dostaşına ilə bu şeydən danışanda deyirdik ki, şübhələnirik, deyəsən bunu özü yazmayıb. O dərəcədə yəni. Vidadi namaz üstə şeir deyir. Molla Vəli Vidadi ilə başlayır əsər. Molla Vəli Vidadinin namaz üstə şeir deməyi ilə başlayır. Namazını qutarıb, şeir deyəndə yəni dua eləyir. Hələ bir ki, namazı qutarıb, təqibat kimi dua eləyir. Duanın içərisində də çox qəribə, hələ bir ki, bir İmam Zaman həsrəti var. Məsəl üçün, Xudaya, insanın halı yamandır. Nələr çəkdiyimiz sənə əyandır. Mənası varmıdır min təriqətin, aç qapısın sən həqiqətin. Nə olar, yeni bir işıq ver bizə, bizim kör yaranmış gözlərimizə.
Bəlkə də yaxşını seçək yamandan, ta ki qansız keçən bu güzarandan, biz də ilham alıb sevinək bari, işıqlat bu dibsiz qaranlıqları. Yazıqdır dünyanın əşrəfi insan, böyüksən, adilsən, keç günahından, qoyma ki yerlərlə sürünsün bəşər, dünyada qalmasın nə pislik, nə şər, yaxşılıq insana bir sənət olsun, dünya başdan başa qoy cənnət olsun. O aç qapısın sən həqiqətin. O yəni ki o bilmirəm indi zuhur istəyir, hər nədirsə əsər başlayır münacatla. Sovetin vaxtında. Düzdür, o personajın dili ilə başlayır, nə dəxil var? O qədər hələ şeylər bəhanə eləyib tənqid eləyənlər var idi ki. Sovet ədəbiyyatında olan bu məsələləri qoysaq bir qırağa, Azərbaycanın bütün ədibləri, bütün yazarları, hamısı əqidəli adamlar olublar. Allaha, Peyğəmbərə, Əhl-i Beytə bağlı olub bizim bu xalq, bizim bu millət. Bir dənə də sual var istəyirəm, toxunum. Bir dənə də o sual dedin. Bax, bu şairlər ki var ha, gəl belə danışaq da, hansı əsrləri deyək, 14, 15, 16-cı əsrlər bu var. Bu qırğın dava, o ilə vuruşur, bu ilə vuruşur. Bura elə bir ərazidə yerləşirdi ki, qırğın davaların həmişə məskəni olub. Bəli. İndi baxırsan ki, bu şairlər qalıb, bunlar əsərləri qalıb orada. Bir söz deyək. Deyilən söz, yazılan bir əsər bir yadigardır. İndi sosial şəbəkələr bugün oyun çıxartır da. Amma o vaxtı məlumatlar əsas məlumatlar kimin tərəfindən olurdu? Şairlər tərəfindən yayılırdı. Peyğəmbərimizə Allah vəhy eləyir ki, məsəl üçün, bu şairləri görmürsən, deyir. Özdə onlara uyanlar, azğınlar, filanlar, oyurlar, bu şeylər var. Amma düzdür, istisna qoyur. İlləl-ləzinə. İstisnaları var, bunlardan başqa filan. Neysə. Mən sizə bir dənə misal çəkeyim. O vaxtki şairlər, o vaxtki hadisələri bir yerdən başqa yerə çatdıran bir vasitə idilər. Niyə? Şeirlə. Hadisə yadda qalmaq üçün onu şeirə sal ki, yadda qalsın. Hekayə kimi yadda qalmayacaq. Ona görə padişahlar deyirdilər, Sultan Mahmud Qazinəvi deyirdi ki, Şahnamə yaz, Firdosiyə, məsəl üçün. O deyir, mən tariximi şeirlə yazın. Niyə? Çünki şeir yadda qalır, əzbərlənəcək. Hekayə kimi yazılsa, kim deyə onu oxuyan? O vaxtı kitab yox, nəşriyyat yox, filan yox. Şeir kimi yadda qalır. Hələ Peyğəmbərimizdən əvvəl, hələ İslamdan əvvəl Kəbə evinin ətrafı bugünkü zamanın bu Facebook səhifəsi idi də. Şeirlər deyilirdi, şeirlər. Minlərlə, 10 minlərlə şeir var. Amma bunların arasında seçilirdi. O süzgəcdən öz aralarında keçirdi. 4-ü, 5-i Kəbənin divarında idi. Status kimi. Hamı da gəlib onu oxuyurdu. Daha güclü bir status çıxsa, onu çıxartırdılar, bunu vururdular. Ta ki gəldi Qur'an, bunların hamısı hörmətdən düşdü. Bəlağətlə, fəsahətlə, filanla. O vaxt ki, şairlər bugünün blogerlərinə bənzəyir. O zamanın şairlər. Necə ki, blogerlərin axı hamısı həqiqəti demir. Özləri də qəribə adamlar olurlar, fikir vermişsiniz də. Filan kəs blogerdir, bildin. Xalq, naxaq, naşaq. Amma xəbər ötürür də, xəbər yayır. Şairlər də o cürün olub. Yaxşıları həmişə az, hər şeyin yaxşısı az olur da. İstər dava olsun, istər qırğın olsun, istər müharibə olsun, nə olur olsun, insanlar həmişə istəyir ki, xəbər alsın, filan yerdən nə xəbər gəldi, çatdı. O cür xəbərləri də deyil, şairlər çatdırıblar. Ümumiyyətlə, filan yerdə bir hadisə oldu, onu filan şair qələmə aldı. Biz bilirik də, nə var, nə var. Sən bilirsən,
26-lar güllənəndə necə olub, nətər olub, şairlər gətirib çıxartıblar da bu günə, bu zamana yəni. Başının dərdi var, başı xəstədir, könül intizarda, göz yol üstədir, soyuq divarlarda güllə nişanı, didib parçalayır insanı. Burada döngələrin yeri darısqal, oturub palanın üstündə hambal, dərin fikirlərə qərq olub yazıq, dincəlmək istəyir o da azacıq. Deməli, həmşəri hambalından danışır ha. Şahların qızdığı qorxunc bir zaman atıb külfətini gəlib İrandan, həmşəri hambalından. Ki o orada başlayır hambalına fikirləşir, bir dənə qoçu keçir təsadüfən, gedə vurur bunu ki, özdə öz nağanını sınamaq istəyir. Buradan neymiş hambalın suçu, buradan təsadüfən keçən bir qoçu sınamaq istəyib öz nağanını, günahsız insanın töküb qanını. Güya insanlıq əldən gedib filan bu cür təqdim eləyir. Sonra da o 26-lar gəlib buranı düzəltirlər. Onları da öldürürlər. Amma siz ölsöz siz cavanlaşırsınız, tarix qocalır. Bu ilə də söhbət bağlandı. Bütün gənclər məktəbdə oxudular bunu, xəbərdar oldular. Və 26-ların o təsəvvürü canlandı, olan gözün olanda belə olub. Ağcaqın çölündə qatar düz gedir, Peter fəhləsindən xəbərsiz gedir, filan. Bunları bu cürünə öldürüblər vəhşicəsinə belə. Kim gətirdi bu xəbəri? Şairlərdən qaldı da cəmaatın yadında. Başqa necə qalsaydı? Kim idi gedib o tarixi axtarıb oxuyan? Şeirlər dildən dilə gəzir. Adi bir hadisəni. Bir dənə bəhbəhlə bəziyim təqdim eləyim. Ancaq bəzi məsələlər var ki, zaman keçdikcə, sonra məlum oldu ki, 26-lar da gəldilər, öz hakimiyyətlərini qurdular, onlar da bilindilər kimdir, nədir. Artıq onlar da ifşa oldu, amma bəzi əqidələr var ki, onlar ilbəil təzələnir, cavanlanır, pöhrələnir. Kərbəla hadisəsində nəzmə çəkdilər. Kərbəla hadisəsində şairlər yaşatdılar. Amma necə? İlbəildən öz təsdiqini tapdı, öz həqiqətini tapdı. Niyə? Münbit torpağa su tökərsən, gül çiçəyi çıxar. Amma o biri əqidənin o şairləri var ki, təbliğ eləyirdilər. Onlar elə şoranlığa su tökdülər, oradan ancaq tikan çıxdı. Ona görə də Quran bir illələzi ilə qoyur ki, bəzi şairlər var ki, onlardan başqa. İstisna. Bəziləri iman əhli olar, əməli salih olar, haqqı deyərlər, filan eləyərlər. Bunlar hamısı şərtdir. Ona görə həmişə şairlər keçmiş o klassiklər. Bir əsər yazıcı, bir Leyli Məcnun yazır, bir eşq əsəri yazır. Amma əvvəl başlayır Allaha tərifini, öz əqidəsini qoyur ortalığa. Ki, mən belə düşünürəm, mən buyam. Allahı tərifləyir, Peyğəmbəri tərifləyir, imamı tərifləyir. Yavaş. Gəlir axırda kitabın yazılma səbəbində deyir, ondan sonra keçir. Özdə çox maraqlıdır ki, elə Sovet dövründə siz ki, deyirsiniz, məsələn, elə biz Leyli Məcnun özündən danışaq, o əsərin elə özündə o tərəfini çıxardıblar. Başlayırdı əsər şeydən, arayış söhbət eylə saqi, ver bağda mürüvvət eylə saqi, bir bağda ləqıl dimağımı itər, lütf eylə bir iltifat göstər. Mən uşaq vaxtı Leyli Məcnunu oxuyanda saqinamələr var, nə qədər saqiyə müraciət var. Bir. Amma 14 dənə müraciətdir. 14 dənə müraciətdir saqiyə. Bu təsadüfi deyil, 14 dənə rəqəm. Sonuncusu, hamısında da saqidən istəyir, ammə istəyir. Sonuncuda deyir ki, saqi mütəğəyyir oldu halım. Değişdi halım. Paylaşmağa qalmadı məcalım. Mən bəd ziyadə vermə badə. Çün sərxoşəməddidən ziyadə. Bu formada başlayır, sonra
bir qəflətlə keçirtdim əyyam, bilməm nə olur, işim sərəncam, çox belə özünün haqqında bədgüman danışır. Başlayır sonra fələyi eləməyə ki, əgər ey fələk, niyə belə zülm elədin Leyliyə, Məcnuna? Leyli əgər olsaydı həyasız, ya sən kimi mehirsiz, vəfasız, onun hər arzusuna çatdırardım, filan eləyərdim, filan. Sonra fələk də ona cavab verir. O bayaq dediyim söhbət, mən öz rəyim ilə eyləmirəm dövr. Hikmətdə vəfa da etdiyim cür. Fələk də ona sözün deyir, şairliyə iftixar edirsən, kizbi özüvə şüar edirsən, nə ağlıya nə gəldi yazırsan filan. O tərəfində sözün deyir, bu tərəfində, amma axırda Füzuli deyir ki, yəni mən boş şey yazmamışam. Axırda ki, ey Füzuli, sən özünə görə narahat olmayın, sən çürümüş sümüklərə hələ bir can verdin, yenidən diriltdin onları, yenidən yaşatdın, tarixə saldın bunları. Hə. Azı istəyirəm elə verilişimizin bu məqamında biz xurafatlardan danışdıq. Daha doğrusu məkir insanların dediyi o fikirlərdən danışdıq, söhbət elədik. Müxtəlif dövrdə yazılan əsərlərin nəyə görə o şəkildə yazıldığından danışdıq. İstəyirəm elə o böyük klassiklərimizdən, əgər imkan varsa, bir-iki nümunə səsləndirəsiz. Yəni, nümunə deyəndə ola bilər, bir beyt də ola bilər, bir fikir də ola bilər, bir söz də ola bilər ki, dinin əslində bunlar təbliğində söz deyiblər. Nəinki dinin qarşısında, müqabilində. Bütün bunların hamısını yığıb, bir dənə misal çəkmək istəyirəm ki, onu da Allah rəhmət etsin, kimdən, rəhmətli Abbas Səhəddən misal çəkmək istəyirəm. Abbas Səhəd də elə bir dövrdə yaşayıb ki, Seyyid Əzmin də dövrün görüb, Sabirin də yəni o dövrdə olub da. O da Şirvandandır, Şamaxıdandır. Abbas Səhəd özü doktor olub. Yaxşı tərcümələri var. Çox gözəl tərcümə eləyir. Hətta mən deyərdim ki, tərcümələrin bilirsiniz də əksəriyyəti 90% orijinaldan zəif olur. Bəli, çox zəif olur. Bunun çox tərcüməsi orijinaldan güclüdür. Maksim Gorkinin bir dənə Dustaqda əsəri var, şeiri var. Abbas Səhəd onu elə tərcümə edib ki, mənə gəlir ki, Maksim Gorki bugünə qədər yaşasaydı o cür şeiri özü yaza bilməzdi. Məsələn, tərcüməni ki, o cür ki, Abbas Səhəd eləyib. Gün ki, səhərlər çıxır, axşam batır, əksilməz zülməti zindanımın, sanma ki, bir ləhsə keşikçim yatıb, fikri qalıb məndə nigahbanımın. Hər necə istərsən elə çək keşik, arxayın ol, mən buradan qaçmaram, istəyirəm gərçi mən azadəlik, zənciri amma bacarıb açmaram və s. belə. Çox gözəl qələmi olub Abbas Səhədin. Amma Abbas Səhədin mən qələmindən əlavə istəyirəm onun əqidəsindən danışımızsa. Abbas Səhədin bir dənə hələ bir şeiri var ki, əməlli başda əqidəsini qoyur ortalığa. Bu bir. İkincidə, necə deyim, onun tərcüməsi qalsın bir qırağa, o şeir necə yazarlar qalsın, elə bir metodla bildirir ki, bir də axı bizdə dəyərlər, bir milli dəyərlərimiz var, bir mənəvi dəyərlərimiz var da. Bu adamda ikisi də elə gözəl paralel aparılır ki, adətən biz dəyərləri qarışdırırıq. Gah o dəyəri bu dəyərə qurban veririk, gah bu dəyəri o dəyərə qurban veririk. Abbas Səhəd bunu elə incəliklə işləyib ki, mən istəyərdim onu belə oxuyum. Deməli, şeiri oxumamışdan öncə bir millətin, bir xalqın bir qaymaq hissəsi var, üz hissəsi ki, xalq o adamlarla tanınar. Milləti, xalqı o adamlar tanıtdırar. Onun birincisi, onlar 5 qrupdular. 5 qrupdular. Birincisi, bilirsiniz necə adamlardır? İmkanlı, varlı, karlı iş adamları. Birincisi bulardır. Sonra gəlir
Məsəl üçün, bir ölkəni kimlər tanıtdırar? Bu cəngavər, nə bilim, idmançı, bayrağı qaldırar, bu ölkəni hər yerdə tanıtdırar. Kiçik bir dənə ölkə deyək, belə sayılıb seçilən də deyil. Məsələn, hansısa bir futbol komandası, hansısa bir idmançı, hansısa bir pəhlivan, qəhrəman bunu tanıtdırdı. Qəhrəmanlı. Bunun qəhrəmanları. Ondan sonra tanıtdırır qələm əhli. Qələm əhli. Şekspiri tanımırlar. Nizami Gəncəvi tanımırlar. Bu cürlə. Bir milləti, bir xalqı kim tanıtdırar? Qələm əhli. Dördüncüsü sənətkarlar. Nə cür sənətkar? İxtiraçılar, muxtərə deyərlər də, bir şeyi ixtira eləyənlər. Filan cihazı filan kəs ixtira eləyib. Məsələn, Einstein, məsəl üçün, filan şeyi o tapıb, filan şey, yerin cazibə qüvvəsini filan kəs tapıb, filan, bu cürlə. Newton tapıb. Belə. Beşinci isə elm adamlarıdır. O birlər, dediyim, sənaye məsələsidir. Sənətkarlıq, nəsə düzəltmək, ya rəssamlar filan və yaxud da ki, işçi qüvvəsi. Bu cür. Beşincisi də ki, elm adamları. Demək, əvvəli başlayır, buna Abbas Səhət deyir. Amma gör nə formada deyir. Birinci başlayır pullu, imkanlı var adamlardan danışmağa. Biznesmenlərdən danışır da. Deyir ki, tutalım çox ağıllı tacirsən. İş aparmaqda xeyli mahirsən. İqtidarın, malın, pulun çoxdur. Xalqa ondan vəli kömək yoxdur. Fikir versən, xalqa ondan vəli kömək yoxdur. Sandığında var isə milyonlar. Nəf-i görmür, nəf mənfəətdəyən, nəf-i görmür əgər müsəlmanlar, tüf sənin mülkü, malı, dövləti və həm sənə, həm də şan-ı şövkəti və. Diqqət elə, milləti də dedi. Müsəlmanları, İslamı da dedi ki, əgər varın pulun varsa, xalqın, dinin yolunda xərclənmirsə, özdə elə belə yox, tüf sənin mülkü, malı, dövləti və. Abbas Səhətdən başqa heç kəs o cür deyə bilməzdi məncə. Pəhlivanlıqda gər müsəlləmsən, keçdi ikinci. Bu qəhrəmanlıq filan, qolu güclülər filan, şöhrət adamları, fərqi yoxdur da, özünə görə nüfuzlu adamlar. Pəhlivanlıqda gər müsəlləmsən, fərz deyil, zal, ya ki, rüstəmsən. Etmisən şanlı-şanlı fəth-ü zəfər, tapmısan aləm içrə şöhrətlər. Xəncərin qorxudursa dünyanı, millətin olmasa nigəhbani, tuf sənə həm sənin rəşadəti və, həm də şəmşir və şücaəti və. Gər adın bir ədibi danadır, keçdi qələm əhlini. Gər adın bir ədibi danadır, qələmin möcüz-i Məsihadır. Nəzm-ü təlifidə hünər versən. Ya ki bir şairi suxanvərsən. Sənə mafövqüdən gəlir ilham. Nəf-i görmürsə firqeyi İslam. Tüf sənə həm sənin kitabəti və, həm də təqriri və fəsahəti və. Yox isə tay sənə məharətdə, sənətkarları deyir. Yox isə tay sənə məharətdə, muxtərə isən, yəni ixtira eləyənsə, muxtərə isən fünun-i sənətdə, işləməkdən qolun yorulmaz isə, vəli İslam'a nəf-i olmaz isə, yəni ki, mənfəət olmazsa, kəndi nəfsün üçün işləyirsən əgər, verməyirsən ümumə faidələr, tüf sənə həm sənin məharəti və ixtira etdiyin sənaət və. Beşinci hissə, beşinci o partiya ki, hansı ki, xalqın o qaymaqlarıdır, bunlarla tanınır. Onlardan biri elm adamıdır. Sən ki, Darülfünun qurtarmışsan.
Elmidə intihaya varmışsan. İsmi rəsmün cahanı tutmuşdu, amma İslamını unutmuşdu. Sənə möhtacıdır müsəlmanın, razı olmur vəli cibişdanın. Tüf sənin elmi fənni hikməti və həm sənə, həm də ol fəzilət və. Fikir verirsən, yəni bir şeirdə, bir xalqın o, necə deyim, 5 əsas o qaymaqlarını bir sayır. Hər birində millətçilikdən danışır, öz xalqıva kömək elə, öz dinivə kömək elə. Əgər eləməyəcəksənsə, səndə olanlar sənin heç nə. İnsan ki, Allah təb verir. Sən təb verib sənə də, söz deməyə qabiliyyəti verib də. Sən niyə bunu Allah veribsə Allah yolunda işlətmirsən? Allah demir ki, ya, və mimmə rəzəqnahum yunfiqun. Bizim ruzilərimizdən söz də verin, infaq eləyin. Yoxsa Allah Teala sənə söz deməyə qabiliyyəti veribsə, bu sözlə yaxşı güldən yaz, bülbüldən yaz, başa düşdüyün nöğütdən yaz, pambıqdan yaz, bir Allahdan da yaz, bir Əhl-i Beytdən də yaz. Amma yaz ha, mən demirəm üzvə gözvə bulaşdır, aləmi qat bir-birinə. Mən çox vaxt bu cavan şairlər ki, gəlirlər ki, mən şeir oxu, deyirəm ki, bir dənə deyəm. Mən saçımı, saqqalımı görüb, mənim üçün dini şeir oxuma. Əvvəl sən bir güldən, bülbüldən oxu, elə-belə bir şeir oxu mənim üçün, dini şeir oxuma. Dini şeir oxuyacaqsan, adamı qoysan, İmam Peyğəmbərin üzbəüz söz də deyə bilməyəcəyəm sənə. Bir şeir yazmağı bilim ki, sən necə şeir yazırsan, ondan sonra sənə icazə verirsin ki, sən Əhl-i Beytin haqqında nəsə yazasan, Allah haqqında nəsə yazasan. Yoxsa ki, şey demişkən, üzünə gözünə bulaşdırmaq düzgün deyil də bunu. Bizim torpağımız böyük sənətkarlar yetişdirib. Hal-hazırda da çox istedadlı, çox istedadlı, söz deyə bilən cavanlarımız var, şairlərimiz var, ürəyi Allah eşqi ilə döyünən, Peyğəmbər və onun Əhl-i Beytinə xidmət göstərən, həqiqətən söz anlayan, söz bilən, söz böyük bir dənə neymətdir də. Peyğəmbərimizin möcüzəsi bir halda ki, sözdürsə, Qurandırsa, biz sözün qədri qiymətini bilməliyik. Var belə adamlarımız, həmişə olub, Xaqanilərimiz, Nizamilərimiz, Füzulilərimiz, Xətailərimiz. Bugün də var, bundan sonra da olacaq. İnşallah Allah sizin elmimizə, ömrümüzə bərəkət versin. Ümid edirəm ki, izləyicilərimiz üçün də maraqlı bir veriliş oldu. Var olasın. Allah salamat versin. Əziz və dəyərli izləyicilərimiz, bugünkü verilişimizdə Şərq xalqlarının mədəniyyətindən, ədəbiyyatından və bu ədəbiyyatda İslamın təsirlərindən klassik şairlərimizin qələmə aldığı bu mövzudakı əsərlərdən danışdıq. Gələn verilişlərimizdə görüşmək ümidi ilə. Allaha əmanət olun. 7 əcəl zövq-i ruh-i yetməzmi? Ağır sər sevda-i zülfeyya yetməzmi? Yetirdi başını gərdun əyalı